Yeni doğmuş körpənizin süd vəzləri şişib, bərkiyib və hətta ifrazat gəlir. Yaxud sizin yeni doğulmuş qız övladınızın cinsiyyət orqanından az da olsa qanlı ifrazat gəlir. Gəlin səbəblərini birlikdə araşdıraq. 9 ay ərzində ana bətnindəykən körpəyə böyük miqdarda estrogen, yəni qadın hormonu keçərsə, qız və ya oğlan fərqi olmadan onun süd vəzləri doğumdan sonra şişkin, bərk ola bilər və hətta ifrazat gələ bilər. Və eyni zamanda unutmayın ki, yeni doğulmuş qız uşaqlarının cinsiyyət orqanından qanlı ifrazat gəlirsə, bu sadəcə olaraq ananın estrogenlərinin aşağı olması ilə bağlıdır. Bu halda uşağın süd vəzisinə hər hansı müdaxilə etmək, sıxmaq, nəyisə təmizləməyə çalışmaq, kompres qoymaq və yaxud başqa bir şey etmək qətiyyən olmaz. Çünki bu zaman uşaqda mastit yarada və hətta daha ciddi proses olan irinləməyə, yəni absesə səbəb ola bilərik. Unutmayın ki, bunların hamısı normal fizioloji halda və bir müddət sonra özü özlüyündə bərpa olunacaq. Ona görə də heç bir qeyri-adi, mənşəyi bilinməyən müalicələri etməyə gərək yoxdur. Bütün bu dediklərimizdən sonra bu hal sizi yenə də narahat edirsə, o zaman özbaşına hərəkət etmək və yaxud internetdən araşdıraraq nəsə etmək əvəzinə pediatra müraciət edin.